Buradakı məf'ul vasitəsi tamamlıq arasında nə uyum olacaq? Əgər demək cümlədə, yəni məlum feillə işlədilən cümlənin vasitəsiz tamamlığı təsirli halında olursa, amma burada naib-i fail mütləq adlı halda olacaqdır. Çünki fail məlum olmadığına görə və həm də şəribə feili şurubəyə çevriləndə, məhsul feilə çevriləndə onu artıq vasitəsiz tamamlığa təsir etmək imkanı olmur. Ona görə də mütləq və mütləq naib-i fail adlı halında olacaqdır. Növbəti misal. Rakibə Umerud dərrəcətə. Ömər velosipedi mindi. Rakibə feildir. Umeru işi görən faildir. Əd-dərrəcətə isə vasitəsiz nədir? Tamamlıqdır. İndi rakibəni çevirək məhsul feilə. Rakibə olar rukibə. Rukibəyə çevirəndə Ömər buradan atılacaq və əd-dərrəcətu adlı halına keçəcəkdir. Baxar. Rukibəti dərrəcətu demək, velosipedə minildi. Burada rukibət gördüyünüz kimi qadın cinsində verilib. Niyə görə qadın cinsində verilib? Çünki burada dərrəcətunun cinsi qadın cinsindədir. Hardan bildik qadın cinsindədir? Çünki əd-dərrəcətunun sonunda təmərbutə onun qadın